Salam kəndimizin dəyərli insanları, Çəmki dağının ətəyində yerləşən doğma kəndimizdən, Dəstə kəndindən, Şəhidlər bulağından hər bir kəsə salamlar. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun, ruhları şad olsun. Allah cəmi kəndimizdən, dünyasında yaşayanlara rəhmət eləsin. Demək olar, kəndimizdə xeyriyyətçi İnsanlar tərəfindən həqiqətən də gözəl bir şəhidlər bulağı, şəhidlər parkı salındı. Dəstəyi olan insanlara yenə təşəkkür edirik, sağ olun, var olun deyirik. Allah köməyiniz olsun. Baxın, hardasa 15 gün olar, qonşu kəndimizdən 2 gənci çağırdıq, gəldi, şəhidlər bağında, ağacların diblərinin təmizlənməsində, axların çəkilməsində, sahədə ot biçimi getdiyi gözəl şəkildə şəhidlər bulağı da həqiqətən də artıq öz gözəlliyini verib. Xeyriyyətçi iş adamı tərəfindən inşallah gördüyünüz bu sahəni, baxın, hər yerin inşallah daş döşəyəcəyi yəqin həftə içində bizim sifariş verdiyimiz daşlar inşallah gəlib çıxar. Allah o qardaşın da ömrünü uzun eləsin, ruhusu bol, cibi dolu olsun deyirik. Baxın, besetkamız gözəl, təmiz şəkildə, təmiz saxlanılır. Hər gün sahəyə qonaq gələ bilər, şəhid ailəsi gələ bilər, dövlət tərəfindən kəndimizə gələn qonaqlar marağında olar, gələr. Təmiz olsun. Allah Rövşən qardaşa da qəni rəhmət eləsin. Baxın, kəndimizin insanlarının dəstəyi ilə görün nə gözəl güşə yaranır. Yəni bildiyiniz kimin ilkin Naxçıvan Respublikasında ilkin şəhidlər bağı bizim kənddə salınıb. Artıq bizim bağın məhsulları inşallah insanlar tərəfindən istifadə olunar. Sağ olsun həm kəndlərimiz gözəl dəstək olurlar. Xüsusilə 81-ci buraxılışı həmişə fərqləndirmişik, ona görə özləri fərqləniblər. Bizim səsimizə səs verib 181 ağac əkiblər. Yəni bu az rəqəm deyil, çoxlu saylı meyvə ağacları əkiblər. Bunun özü elə bir gözəllikdir. Dünənki Hüseyn qardaşın dəstəyində də gördünüz, 81-in gözəl çıxışı, gözəl müraciəti, Qulu müəllim də sağ olsun, gözəl insanlara təşəkkür elədi, var olsun. Məhz elə bu şəhidlər bağında bizim ilə Hüseyn qardaşın böyük əməyi olub. Hər zaman iməzlikdə Hüseyn qardaş elə kəndimizdə kömək edib. Həm maddi, həm mənəvi. Ona görə də mən də bu gözəl addımda Hüseyn qardaş üçün öz əlimdən gələni əsirgəmədim. Allah saxlasın.